Salam uşaqlar, bugün fizika 2-ci hissədən situasiya suallarına baxırıq. Situasiya nömrə 11. Deməli, fizika dərsində müəllim dəyişən cəryan dövrəsini şagirdlərə izah etmək məqsədi ilə sxemdə göstərdiyi kimi dövrə qurdu. Saracın aktiv müqaməti nəzərə alınmır. K açarını 1 vəziyyətinə 2 vəziyyətinə keçirərkən şagirdlər ampermetrin göstərişinin azaldığını müşahidə etdilər. Birinci sual oldu ki, ampermetrin göstərişinin azalmasının səbəbi izah edin. Birinci baxırıq ki, sual hansı bölmədən dəyişən cəryan bölməsindəndir. Deməli, bizə tənlik verilib, U'nun gərginliyin tənliyi verilib. Bax, burada gördüyümüz kimi. Verilənləri yazsaq, tənlikdən UN bərabərdir 140 və omega bərabərdir 150-dir. Bu qalsın burada. Daha sonra rezistorun müqaməti 20-dir. Yəni, bir vəziyyətində olsa açar. Deməli, müqavimətimiz 20-dir. Sonra açarı 2 vəziyyətinə keçirsək, nə baş verir? Artıq sarğac və müqaviməti R 20 olan rezistor bir-birinə ardıcıl qoşulur. Biz deməli sarğacın müqavimətini tapsaq, yəni XL bərabərdir omega vurulsun L. Omega 150-dir. Sarğacın induktivi 0.1-dir. Bu da eləyər 15. Deməli, buranın müqaviməti 15-dir. Və bu rezistorun müqaviməti 20-dir, sarğacınki 15-dir. Bunlar bir-birinə ardıcıl birləşibdir. Ardıcıl birləşibdir və görürük ki, ümumi müqavimətimiz nə olacaq? Rezistor və sarğac bir-birinə ardıcıl birləşəndə R-in kvadratı üstə XL-in kvadratı. Bu düsturdan tapırdıq. 20-nin kvadratı üstə 15-in kvadratı. Bu da kök altda 625 eləyər. Kökdən çıxar 25. Deməli, birinci halda müqavimətimiz 20-dir. İkinci halda son müqavimətimiz olacaq 25, yəni dövrənin müqaviməti. Nə baş verdi? Müqavimət getdikcə artdı. Müqavimət artdı deyə ampermetrin göstərişi azalar. Çünki I R-lə tərs asılıdır. Birinci, yəni buna görə azaldı. Deyir, açar 2 vəziyyətində olanda ampermetrin göstərişini tapın. Açar 2 vəziyyətində olanda müqavimətimiz elə R2-dir. Müqavimətimiz nədir? 25-dir. Cəryanı istəyir. I bərabər nəyə? Dəyişən cəryan dövrəsində 1-2 ampermetr təsirci qiyməti göstərir. I bərabərdir. I-m bölünsün kök altda 2-yə. Daha sonra I-m nədir bəs? U-m bölünsün R. Yəni müqavimət kök altda 2 də burada. U-m-in yerinə qoyarıq. Şərtdə verildiyi kimi 140. Kök altda 2 1/4-ə bərabərdir. Ümumi müqavimət də 25 oldu. Mən hər tərəfi 10-a vursam, sonra bunu ixtisar edəcəm. 100-ü də 4-ə bölsəm, alınar 4. Deməli, ampermetrin göstərişi 4 amper olar. Bu sualda tapdıq. Daha sonra deyir, açar 2 vəziyyətində olduqda dövrədə ayrılan orta gücü hesablayın. Orta güc nədir? Cəryanımız 4-dür. Düzdürmü? Güc nədir? I kvadratı R-dir. Bilirik ki, sarğacda güc ayrılmaz. Sarğacda ayrılan güc 0-dır. Bizə yalnız rezistorda burada ayrılar güc. Ona görə I kvadratı R. I 4-dür. Kvadratı 16. R isə 20-dir. Bir-birinə vuranda nə eləyər? O kökə saldım. Üzrü sayın. Bərabər eləyər 320. 32, 20. Güc olar 320 watt. Bu qədər.